Salam yoldaşlar, bugün biz Taxpo proqramı vasitəsilə ƏDV bəyannamələrini Excel-ə eksport edəcəyik. Bunun üçün daxil oluruq vergi sisteminə, loqonlaşırıq. Loqonlaşandan sonra bütün bəyannamələr çap et düyməsi əmələ gəlir. Bundan sonra seçirik müəyyən dövrü. Filtrdə hesabat dövrünün sonuncu bəyannamələrini seçirik. Seçəndən sonra bütün bəyannamələr çap et düyməsini sıxırıq. ƏDV bəyannamələri böyük olduğundan bu bir qədər vaxt tələb edir. Gördüyünüz kimi bəyannamələr çap olunmaq üçün brauzerə eksport olundu. Bu da Ctrl-A, Ctrl-C edərək bizim bəyannamələrimizi keçirdirik Excel-ə. Burada da istənilən xananın gördüyünüz kimi, məsəl üçün 305-ci sətirdə, yəni kod altında olanı sum edərək orada ümumi bəyannamə üzrə olan rəqəmlərin totallarını görə bilərik. Həmçinin burada digər məlumatlar da əks olur. Hansı ki, sonuncu bəyannamə kameral dəqiqləşmiş və ya cari olur və onun tarixi.